Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun, dəyərli izləyicilərim. Xoş gördük sizləri. Bugün gördüyünüz kimi çox faydalı, min bir dərdin dərmanı olan şam qozasının bəhməzini hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun, izləyin. İlk öncə nə edirəm? Şam ağacından qozalarını yığıram. Gördüyünüz kimi şam qozalarını yığmışam və bunları təmiz-təmiz yuyuram. Düzdür, biraz uzun prosesli bir işdir, vaxt aparan işdir. Amma çox faydalı olduğu üçün mən bunu hər il hazırlayıram. Şam qozasının faydalarından danışsam, videom bitər belə. Çox faydalıdır. Onu deyə bilərəm ki, öskürəyə, bronxitə, nəfəs darlığı kimi xəstəliklərə çox faydası var. Şam qozalarını ilk öncə təmiz-təmiz yudum və üzərindən sirkə əlavə edib 1 saatda sirkəli suda saxlayıram ki, tam təmiz, tam faydalı olsun. Düzdür, bir çoxları sirkəli suda saxlamır bunu, amma mən bunu sirkəli suda 1 saat və yaxud 2 saat ona görə saxlayıram ki, təmiz mikrobunu öldürsün, tozunu götürsün. Bilirsiniz, bu dərman kimi istifadə olunduğu üçün tam qarantili, tam təbii istəyirəm olsun. Gördüyünüz kimi sirkəli suda 1 saat saxladım və bunları 2-3 dəfə də təmiz-təmiz yuyandan sonra 2 yerə bölürəm. Hamısını eyni qayda ilə doğradım, 2 yerə böldüm və qazana su əlavə edirəm. Üzərinə çıxana qədər su əlavə edirəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Artıq şam qozalarımız qaynayır, bişmək üzrədir. Qeyd edim ki, şam qozasından bəhməzi tam bu ayda olmalıdır, may ayında yığılmalıdır. Düzdür, iyunda da yığıb hazırlayırlar, amma tam müalicəvi dərman üçün əgər hazırlamaq istəyirsinizsə, bu ayda yığın, hazırlayın. Çünki xırda olmalıdır, yaşıl olmalıdır. Və mən də may ayında yığdım. Gördüyünüz kimi şam qozalarının nə qədər xırda, kiçik olduğunu da görürsünüz. Düzdür, kamerada biraz böyük görsənir, amma çox kiçikdilər. Və şam qozalarını bişirdim. Gördüyünüz rəngi də dəyişdi və bunları aş süzəndə süzürəm. Aş süzəndə süzdüm və biraz da belə keçirdirəm ki, suyu getsin. Əlcək geyinmək mütləqdir, çünki bu şam qozası yapışqan kimidir. Ələ də yapışır, qazana da yapışır. Ona görə də əlcək mütləqdir geyinmək. Aş süzəndən keçirəndən sonra bir dəfə də süzgəcdən keçirdirəm. İçində heç bir qırıntı qalmasın. Və bunu da qoyuram qaynamağa. Üzərinin kəfini yığıram. Bir çoxları bunun satışı ilə məşğul olanlar fikir vermişəm ki, çox duru götürürlər. Mən bunu tam bişirirəm, tam bəhməz halına gətirirəm. Gördüyünüz kimi bir yarım qazan sudan nə qədər qaldı, artıq azalıb dibindədir. Mən üzərinə 1 stəkan tut bəhməzi də əlavə edirəm. Bəlkə bir çoxları şəkər tozu əlavə edir. Əgər şəkər tozu əlavə olunursa, o məncə dərman kimi istifadə olunması da düzgün deyil. Tam təbii olması üçün dərman kimi istifadə etmək istəyirsinizsə, ya bəhməz ya da bal qatın ki, azacıq şirinliyi olsun. Çünki çox acıdır, içmək də rahat olsun deyə bu formada edin. Belə dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Çox faydalı bir video oldu. Əgər kimlərinsə sualı varsa, yazsın, cavablandıracağım. Hələlik bu qədər. Sağ olun.
Allah'a emanet olun. Paylaştığım videolar kimlərəsə fayda oldusa, videolarımı izləyərkən bəyənməyi unutmayın.